نفسي أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الواحد القهار وصلى الله على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. In the Torah, Musa dedi, bu yolla biləcəksiniz ki, Rəbb məni bütün bu işləri görməyə göndərib və bu mənim fikrim deyildi. Əgər bu adamlar adi bir ölümlə ölsələr və bütün insanlığın başına gələnlər onların da başına gəlsə, deməli Rəbb məni göndərməyib. Amma əgər Rəbb tamamilə yeni bir şey etsə, yer ağzını açıb onları və onlara aid olan hər şeyi utsa və onlar diri-diri ölülər diyarına ensələr, o zaman biləcəksiniz ki, bu adamlar Rəbbə hörmətsizlik etdilər. O bu sözləri deyib bitirən kimi, onların altındakı torpaq yarıldı və yer ağzını açaraq onları, ailələrini və Qorahla əlaqəsi olan hər kəsi uddu. Onlar mülkləri ilə birlikdə diri-diri ölülər diyarına endilər. Yer onların üzərini örtdü və onlar məhv olub icmadan yox oldular. Onların fəryadını eşidən bütün İsraillilər ətrafa qaçaraq qışqırdılar. Yer bizi də udacaq. Yesterday, the Ansar of Imam al-Mahdi alayhi salam, the Ansar of the Qa'im of the family of Muhammad sallallahu alayhi wa alihi wa sallam. Allahumma salli ala Muhammad wa ali Muhammad alayhi wa alihi wa sallam taslima. The best Ansar. Dünən İmam Mehdinin ənsarları əleyhissalam, Ali Muhammedin qaiminin sallallahu alayhi və alihi və səlləm ənsarları, yeryüzündəki ən yaxşı ənsarlar, dünyanın dörd bir yanına çıxdılar ki, saxta papaya və saxta papalığa qarşı etiraz etsinlər və həqiqi papanın zühurunun müjdəsini versinlər. Ənsarlar ilahi mesajı daşıdılar və onu Ekvador, Venezuela, Meksika, Tayland, Filippin, Senegal, Almaniya, Birləşmiş Krallıq, Avstraliya, Birləşmiş Ştatlar, Serbiya, Kanada və daha bir çox ölkələrdəki kilsələrə və xristiyanlara çatdırdılar. Ən önəmlisi isə bu mesaj birbaşa Vatikanın özünə çatdırıldı. Möminlər Pasxa günü, yəni İsa Peyğəmbərin əleyhissalam dirilməsi ilə əlaqələndirilən gün, saxta papanın qarşısında toplaşmış izdihamın içində dayandılar və qaimin zuhur müjdəsini verdilər. Onlar, beyyət Allahadır bayrağını, Allahdan başqa ilah yoxdur, Muhammed Allahın elçisidir, Əli və imamlar Allahın höccətləridir, Mehdi və Mehdilər Allahın höccətləridir, bayrağını qaldırdılar. Və bundan cəmi 24 saat keçməmiş, böyük bir möcüzə və əlamət baş verdi. Torpağın Qorahı udmasından heç də geri qalmayan bir əlamət. Yer saxta papanı uddu. Onu möminlərin sadəcə ləbbeyk ya Əba Sadiq nidası ilə çıxan nəfəsi öldürdü. Və yalanın taxtı sarsıldı. Bu möcüzə Yuşa ibn Nunun əleyhissalam möminlərin iştirakı ilə sadəcə İrihonun divarlarının ətrafında olmaları və borularının səsi ilə həmin divarların çökdüyü möcüzədən heç də geri qalmır. Bu həmçinin İlyanın əleyhissalam göydən od çağıraraq xalqın həqiqətin harada, batilin isə harada olduğunu göstərdiyi möcüzə qədər önəmlidir. De, haqq gəldi və batil yox oldu. Həqiqətən batil yox olmağa məhkumdur. Allah bizimlədir, ey mömin qardaş və bacılarım. O öz seçimini bəlli etdi və bizi bu böyük əlamətlə şərəfləndirdi. O qəsbkarları və şeytanın təyin etdiklərini məğlub etdi. Çünki Papa titulu adi bir titul deyil. Papa adını daşıyanlar İsa Məsihin əleyhissalam vəsisi və xəlifəsi olduqlarını iddia edirlər.
Vatikanda oturan Papa İsa'nın əleyhissalam sözcüsü, təmsilcisi, varisi, xəlifəsi və Allah tərəfindən təyin edilmiş səsi olduğunu iddia edirdi. Amma bütün bunlar yalandır. İsa əleyhissalam öz xəlifəsini hələ sağlığında təyin etmişdi və bu haqqa yalnız o sahib idi. O, Şimon Peteri təyin etdi və belə dedi: "Mən sənə deyirəm ki, sən Petersən və mən kilsəmi bu qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. Səmavi padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq." Beləliklə, İsa əleyhissalam öz xəlifələrinin birincisini adlandırdı və axırıncısını da vəsadətçi olaraq adlandırdı. O dedi: "Ona görə də mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinagoglarınızda qamçılayacaq və şəhərdən şəhərə qovacaqsınız." O həm də dedi ki, buna görə Allah öz hikməti ilə belə dedi: "Mən onlara peyğəmbərlər və həvarilər göndərəcəyəm. Onlardan bəzilərini öldürəcək, bəzilərini isə təqib edəcəklər." Açıq-aşkar şəkildə İsa əleyhissalam özündən sonra gələcək peyğəmbərlərdən danışdı və onların başçısını da adlandırdı. "Lakin sizə həqiqəti söyləyirəm," İsa dedi. "Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm vəsadətçi gəlməz, amma getsəm onu sizə göndərəcəyəm." Və tarixdə heç bir insan bu vəsadətçi olduğunu iddia etmədi. Yalnız peyğəmbərlərin ən üstünü, insanlığın rəhbəri, Allah Rəsulu Muhammed sallallahu aleyhi və aleyh istisna olmaqla. O peyğəmbərlərin varisi, İsa'nın əleyhissalam xəlifəsi və insanlığın atası, həqiqi papa oldu və hər peyğəmbərin etdiyi kimi, Davud Süleymanı təyin etdiyi kimi, Musa Yuşanı təyin etdiyi kimi, İsa Şimon Peteri təyin etdiyi kimi, Muhammed Peyğəmbər də sallallahu aleyhi və aleyh öz xəlifələrini təyin etdi. O ölüm yatağında olarkən Əli ibn Əbi Talibə əleyhissalam vəsiyyət etdi ki, ondan sonra 12 imam gələcək. Onlar İsa'nın həvariləri kimi olacaqlar, lakin bir-birinin ardınca gələcəklər. Onlardan sonra isə 12 Mehdi gələcək. İmam Mehdinin xəlifələri əleyhissalam. Mehdinin özü Muhammed bin Həsən Əskəri əleyhissalam yer üzündə Allahın saxladığı Bəqiyyətullah Nərciz xanımın əleyhissalam oğludur. O həm Şimon Peterin nəslindəndir, həm də İmam Həsən Əskərinin əleyhissalam və Rəsulullah Muhammedin nəslindəndir. Beləliklə, onun qanında Məsihin həvarilərinin Yahudi qanı, Avropanın xristiyanlarının qanı və yaradılmışların ən üstün olan Muhammed və Əlinin qanı var, əleyhissalam. Və Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh vəsiyyətində yazılıb ki, İmam Mehdinin ilk 3 xəlifəsi Abdullah, Əhməd və Əl-Mehdi olacaq. Mən İmam Mehdinin əleyhissalam xəlifəsi, vəsadətçi Əhmədin xəlifəsi, Şimon Peterin xəlifəsi, Muhammedin xəlifəsi, İsa Məsihin xəlifəsi Abdullaham. Mən həqiqi və qanuni papayam. Mən xristiyanlar üzərində Allahın hüccətiyəm. Mən atam tərəfindən müsəlmanların oğluyam və anam tərəfdən xristiyanların və yahudilərin oğluyam. Mən ata tərəfdən şərqin oğluyam və ana tərəfdən qərbin oğluyam. Mən bir buynuzu şərqdə, bir buynuzu da qərbdə olan Zülqərneyn kimiyəm. Mən bu ikisinin arasındakı hər şeyin varisiyəm. Mən hər bir saxta papadan daha elmliyəm və mən peyğəmbərlərin vəsiyyətlərində adı ilə təyin olunmuşam. Mənim adım həmçinin Salih qulun xəbərini verən Yaşaya peyğəmbərin dilində də yer alır. O demişdi, o öz nəslini görəcək və ömrü uzanacaq və Rəbbin iradəsi onun əli ilə bərqərar olacaq. Sizə görə İsa əleyhissalam nəsil qoymamışdı və onun ömrü kəsilmişdi. Amma mən həmin qulam, mən Allahın salih qulu Abdullaham. Mən həmçinin İsa'nın əleyhissalam bəhs etdiyi salih qulam
O buyurmuşdu: "Bəs kimdir o sadiq və müdrik qul ki, ağası onu ev əhlinin üzərində hökmdar edib, onlara vaxtı-vaxtında ruzilərini versin. Nə bəxtiyardır o qul ki, ağası evinə qaydanda onu iş başında görür. Sizə doğrusunu deyirəm, o qul ağasının bütün mülkü üzərində hökm sahibi olacaq və mən o mülkün hamısı üzərində hökm sahibi oldum. İndi ey şərqdə və qərbdə olan xristianlar, məni dinləyin və mənə itaət edin. Mən sizə İsa Məsih əleyhissalam tərəfindən göndərilmiş bir elçiyəm. Pavel saxtakardır və sizi azdırıb, kilsə batil olmuşdur və artıq nə Allahın qanununu qoruyur, nə də məzlumları müdafiə edir. Papalıq oğurlanıb və onun həqiqi varisi bir kənara atılıb. Sizin məndən başqa itaət etməli olduğunuz başqa heç kim yoxdur. Allah şahid olsun ki, mən təbliğ etdim."